Salam herkese. Bugün sizler için 28 fevral 2026-cı il ERFO aşağı yaş qrupu riyaziyyat yarımfinal suallarının izahlarını verəcəyik. Vaxt itirmədən keçək sualların izahlarına. Suallar bu il yarımfinal turuna görə çox sadə düşüb və ümumi keçid balı çox güman ki, kəskin sürətdə artacaq. Vaxt itirmədən keçək sualların izahına. Birinci sualda əlbəttə ki, fərqləri ayrı vuracaqsınız, cəmləri ayrı vuracaqsınız. Belə ki, 1 minus 2-də 1, 1 minus 3-də 1, cəmlər isə 1 plus 2-də 1, yəni müxtəsər vurma düsturundan 1 plus 3-də 1. Bu şəkildə 1 minus 2026-da 1, burada isə 1 plus 2026-da 1 olacaq. Fərqləri ayrı vuracaq, cəmləri də ayrı vuracaq. Fərqlərimizin hasili 2-də 1. Vur 3'də 2 vur 2026'da 2025. Buradan ixtisarlarımız bu şekilde gidecek. Qalacaq 2026'da 1. Cəmləri də ayrı vursaq əgər 2'də 3 vur 3'də 4 vur nöqtə 2026'da 2027 olacaq. Bu şekilde ise bunlar ixtisar gedəcək. Qalacaq 2027 bölü 2. Bunların hasili də B variantıdır. İkinci sualda hər biri 0 olmalıdır. X olacaqdır 20. Bunu 0'a bərabərləşdirirsə 15 vur 4 bölü 3. X 20 olsa əgər 10 plus y minus 4 bərabərdir 0 olmalıdır. Y də mənfi 6'dır. Yəni moduz cəmi 0 isə hər biri 0 olmalıdır. Doğru cavab 20 kvartıq 6 394 C variantı. Üçüncü sualda A, K, B, 2K, S, 3K'nı yerine yazsaq doğru cavab A variantı. Dördüncü sualda verilmiş ədəd 12'ye bölünür. Çünki 12 vuruq iştirak edib 3'e və 4'e bölünməlidir. 3'e bölünmə rəqəmlər cəmi 4'e bölünmə isə son 2 rəqəm olmalıdır. Görsənir ki, Y ədədi 4 olmalıdır. 384 ədədi. Çünki 3'e və 4'e bölünür. 384 əgər 12'ye bölsək, x minus 2 üstü 5'i 32 alarıq. Bu 2 eləyir. X minus 2 2'ye bərabərdir və x də 4'e bərabərdir. Bunların fərqi də 0'dır. 5-ci sualda vurğularına biridir. Əlbəttə ki, modla yazsaq 2'ye bölünür, 4'e bölünür, 8'e bölünür, 43'e de bölünür, lakin 6'ya bölünmür. Doğru cevap C variantı. Çünkü 7 6'ya bölünəndə 1 verir, 1 üstə 1 2 eləyir. 2 mod 6. 6-cı sualda görürük ki, sürəti 1'dir. Əslində burada cəmin nə ola bilər sualını verməli idi və ya ki, cəmin ala biləcəyi minimum dəyərlər verməli idi şərtdə. Ümumi olaraq isə bu hallardan da biri bundan ibarətdir ki, bunun sürəti 1-dirsə 11 böl 42-də sürəti 1 olan kəsir formatına yazmaq lazımdır. 42 böl 11 kimi. Buradan görsənir ki, bu ifadə 42 böl 11'e bərabərdir. Yazırıq A üzərinə 1 bölünsün, B üzərinə 1 böl, C üzərinə 1 böl D. 42 böl 11. Yəni 3 plus 11'də neçə eləyəcək? 42'ni 33, 9 eləyəcək. Buradan görsən ki, A 3 ola bilər. A 3 ola bilsə əgər 1 bölünsün, B üzərinə 1 bölünsün, C üzərinə 1 böl D ifadəsi 9 böl 11'e bərabərdir. Sürəti 1 olan formada yazsaq 11 böl 9'a bərabərdir. Görsənir ki, buradan B üzərinə 1 böl, C üzərinə 1 böl D ifadəsi 11 böl 9, yəni 1 plus 9'da 2'dir. B 1 ola bilər. B1 ola biləndən sonra C üzərinə 1 böl D ifadəsi uyğun olaraq 9 böl 2'ye bərabər olmalıdır. Eyni məntiqlə yanaşdıq. 4 plus 2'də 1. Görsənir C 4 ola bilər. D də 2 ola bilər. Yəni bu şəkildə lordisi tərsini tapmaqla gedirik. 3, 1, 4 və 2'nin cəmi də uyğun olaraq 10 eləyir. Doğru cavab Y variantı. 7-ci sualda isə düzbucaqlımızdır. X ve Y olsun. Düzbucağın eni 20%, uzunluğunu 30% artırsa, eni 20% artsa 1.2x, uzunluğu ise 1.3 Y olacaq. Bunların hasili 1.56 XY'dir. Görsən ki, 56% artmış olacaqdır. D variantı. Sadələşdirin. X minus Y'ə bir A desək, 3 bölünsün 1 plus 3 üstü A böl 3 birinci ifadə alınır. Digər isə 3 bölünsün 1 plus 3 bölünsün 3 üstü A alınır. Birinci kəsiri 3'e vursaq 3 üstü 3'ün kvadratı bölünsün 3 plus 3 üstü A alınır. Sürət məxrəcini 3'e vururam. Digərini isə 3 üstü A'ya vururam. 3 vur 3 üstü A bölünsün 3 üstü A
plus 3 alınır. Buradan da 3'ü mötərizə xaricinə çıxarsaq ixtisar gedir 3 doğru cavab alınır. Burada x plus a 3y'dir. 2y minus b x'dir. X plus y də a plus 1'dir. Biz burada b'ni a ilə ifadə etməliyik. Görsənir ki, yuxarıdakı tənlikdə x'in yerinə 2y minus b yazsam, 2y minus b bərabər olacaq nəyə? 2y minus b plus a bərabərdir 3y-ə. Buradan görsənir ki, a minus b bərabərdir y-ə. Daha sonra biz hər birini gərək y-i də a ilə ifadə etməliyik. Y-i də a ilə ifadə etməkdən ötəri nə edəcəyik? Burada görsənir ki, x ifadəsi a plus 1 minus y-dir. X-in yerinə yazacağım yuxarıdakı tənlikdə a plus 1 minus y plus a bərabərdir 3y. Görsənir ki, artıq buradan 2a plus 1 minus 2a plus 1 bərabərdir 4y-ə. Y bərabərdir 2a plus 1 bölünsün 4y minus böl 4. Aha, bu şəkildə. Görsənir ki, b ədədi də bərabərdir nəyə? B də bərabərdir a minus y-ə. Buradan da a minus 2a plus 1 böl 4 olacaq. Bu da eləyəcək 4a minus 2a minus 1 bölünsün 4. Bu da eləyəcək 2a minus 1 böl 4. Yəni a böl 2 çıx 4'də 1. B variantı. 10-cu sualda Heron düsturudur. P yarım perimetri tapırıq. 13 plus 14 plus 15 böl 2. S bərabərdir. P yarım perimetrin dəyərini hesablasaq 27 üzərinə 15 42 böl 2 21 eləyəcək. 21 vurulsun 21 çıx 13 21 minus 14 21 minus 15. Burada doğru cevap olacaqdır 84. 11'də bildiyimiz kimi x plus y plus z'in kvadratı x kvadrat y kvadrat z kvadrat çıx 2 xy xz üzərinə yz alınacaqdır. Buradan orta məxrəci gətirsək xy xz yz cəmi böl xyz 3'ə bərabərdir. Buradan bu 21'ə bərabər olacaqdır. Çünki x, y, z 7'dir. Bundan sonra kvadratlar cəmi tapanda 12'nin kvadratı bərabərdir. Bu verilmiş ifadə t minus 2 vurulsun. Əlbəttə ki, üzrsən burada plusdur. 2 plus x, y, z aslı 21'dir. 21. Burada t bərabərdir. 144 çıxılsın 42, 102. D variantı. 12-ci sualda x üzərinə 1 böl x'ə 1 a desək, 2a kvadrat çıx a minus 10 bərabərdir 0 olacaq. 2a kvadrat çıx plus 4a minus 5a minus 10 bərabərdir 0'dır. 2a'nı çıxarsaq a plus 2 minus 5a plus 2 bərabər 0. A plus 2 bərabərdir 2a minus 5 bərabərdir 0 alınır. Buradan a bərabərdir mənfi 2, a bərabərdir 2.5 alınır. Birinci halda x üzərinə 1 böl x bərabərdir mənfi 2. Buradan kvadratik tənliyi hesablasaq x kvadratı minus 2x plus 1 bərabərdir 0. Buradan x'in mənfi 1 alarıq. Digər halda isə x üzərinə 1 böl x bərabərdir 2.5'dir. Buradan x'in kvadratı minus 2.5 x plus 1 bərabər 0 alınır. Görsən ki, bunda 2 dənə fəili həqiqi kökü var. Toplamda 3 dənə həqiqi kökü var. Doğru D variantıdır. 13-cü sualda şərtə uyğun bir şəkil çəkəcəyik. A, B, C. A təpəsindən çıxan tənbölən qarşı tərəf D nöqtəsinə kəsir. A'dan çıxan buranın D nöqtəsinə kəsir. B təpəsindən çıxan isə AD-ni Y nöqtəsində kəsir. Və ABY verir ki, burada 40'dır. YBD bu isə bərabər olmalıdır. AC və bu x'ə bərabərdir. Bu da tənböləndir. Bura bir y desək bizdən ADS-ni soruşur. ADS-ni. Bura görsən ki 40 plus x plus y-dir. Xarici tənbölənə əsasən. Görsənir ki 3 bucağın daxil bucağına cəmi 180 dərəcədən 2x üzərinə 2y üzərinə 40 bərabərdir 180 alınır. X plus y bərabər olur 70'ə. O zaman 110'dur.
Doğru cavab B variantı. 14-də bizdən 4 rəqəmli soruşur. Tək ədədlər soruşur. Sonu 1 ilə bitsin. Papaq metodu buna deyirdik. Burası 0-ı yaza bilmərəm. Qalan 5 rəqəmin 5-ini də yaza bilərəm. Burası istənilən rəqəmi yazarım. Burada rəqəmlə fərqli demədiyi üçün bu şəkildə yaza bilərəm. Və burada hal 5 vur 6-ın kvadratı olacaqdır. Yəni 180. 3 dənə bu şəkildə hal mövcuddur. Çünki sonu 3 ilə də bitə bilər. Sonu 5 ilə də bitə bilər. Tək ədədlərin sayıdır. 180 vur 3, 540 A variantı. 3 elementi A çoxlanan sayı 5 ümumiyyətlə n A çoxluğunun elementləri sayı x-dirsə, K elementli entli alt çoxluq sayı bu elə kombizonun tərifindən gəlib çıxır. Kombizon x-dən k-dır. İndi 3 elementli alt çoxluğun sayı x-dən 3-dür, 5 elementli alt çoxluğun x-dən 5-dir. Buradan görsən ki x 8-dir. Çünki kombizonun A-dan B bərabərdir A-dan A-5 şərti ödənilir. X-i 8 tapandan sonra 4 elementli alt çoxluğun sayı 8-dən 4-dür. 8 faktorial bölünsün 4 faktorial vur 4 faktorial alınacaqdır. Burada da cavab neçə çıxacaqdır? Əlbəttə ki hesablayaq. 5 vur 6 vur 7 vur 8 bölünsün. Bu 4 faktorial getdi. Qaldı 24. 24 də əlbəttə ki bu ilə bu getdi. Qaldı 4. Bu ilə də bu getdi. Qaldı 2. Oldu 70. Doğru cavab C variantı. Birdən və ya olduğu üçün 12-yə bölünənlərin sayını tapacağıq. Birdən 1300-ə kimi 12-yə bölünənlərin sayını tapaq. O elə 1300 bölünsün 12 olacaq. 1300-ü 12-yə bölək. 1300'ü bölək 12'ye eləyir 108 dənə ədəd vardı. 1300-dən kiçik 12'ye bölünənlərin sayı. 1300-dən kiçik 18'e bölünənlərin sayına baxaq. Bunu da böləcəyik. 1300'ü 18'e böləcəyik. Bölək 18'i eləyəcək 72 dənə. Və ya olduğu üçün ümumiyyətlə biz ortaqları çıxmalıyıq. Əgər və olsa birbaşa toplayacaqdıq. Və ya olduğu üçün ortaqlar da həm 12-18'e bölünənlərin sayı 36'ya bölünənlərin sayıdır. Bu da əlbəttə ki nəyə bərabər olacaqdır? 1300 bölünsün 36 olacaqdır. Bu da elə 36'dır. Doğru cavab 108 plus 72 çıxılsın 36, yəni 140'dır C variantı. 17-ci sualda isə deyir ki, qrup üzvləri ingilis, alman və fransız dillərini ən az birini bilirlər. Ən çoxu 2 dil bilən sayı 85, ən çoxu 1 dili bilən sayı 75, ən az 2 dili bilənlər sayısı 30'dur. Qrupda neçə nəfər hər 3 dili bilir? Əlbəttə ki, ən çoxu 2 dil bilən sayı 85'dirsə, misal üçün x1 ilə x2'nin cəmi, misal üçün 3 dənə götürsək, 85 olacaq. Ən çoxu 1 dil bilənlər sayı 75'dirsə, misal üçün x1 burada 75 olacaqdır. Buradan biz nələri çıxarta bilərik? Ən az 2 dil bilənlər sayı 30'dursa, misal üçün x2 ilə x3'ün cəmi də 30 olmalıdır. Buradan sonra x1 75'dir. Artıq biz buradan hər birini tapa bilərik. Misal üçün x1 75'dirsə, əlbəttə ki, buradan x2'ni 10 tapacağıq. x2 10'dur. x3'ü də əlbəttə ki, burada neçə tapacağıq? 20 tapacağıq. Bizdən soruşur ki, qrupda deyir ki, neçə nəfər hər 3 dili bilir. Hər 3 dili bilənlərin sayı əlbəttə ki, burada 20'yə bərabər olacaqdır. Bu şəkildə tapmaq olacaq. Keçək 18-ci suala. Verilmiş şəkildə AB, BC-dir. DAY, BC'dir. Yəni bunlar sadə suallardır. Yarım finala görə çox sadə düşmüş suallardır. Bura bir alfa deyəcəyik, burada bir alfa deyəcəyik. Şərtdə qeyd edir ki, AY 9'dur, BY 5'dir və BC də 10'dur. Gəlin buradan hündürlük çəkək. Bu nöqtədən biz hündürlük çəksək əgər, görsənir ki, ümumiyyətlə böyük üçbucaq
BYS'ye əsasən tangens alfa 2'də 1'dir. Yəni və ya oxşarlıq. Yəni oxşarlıqla da yaza bilərsiniz. Burada Y1 nə qədərdir? AY 9 idi. Hə, AY 9'dur. Bəli, AY 9'dur. Bura 5'dir. 5'in 10'a nisbəti, yəni 2'də 1 verir. Buna əsasən biz nəyi tapa bilərik? Misal üçün bura bir x, bura bir y desək, bizim BY'miz 5 olduğu üçün 5 minus x bura olacaqdır. Görsənir ki, x'in y-ə nisbəti də əlbəttə ki 2'də 1 verəcək. Çünki bura oxşarlıqda hündürlük çəkmişik. Buradan x yəni 2x y bölü 2'ye və belə deyək də 2x bərabərdir y olacaqdır. Daha sonra isə biz böyük üçbucağa baxsaq, yəni bu üçbucağa baxsaq, bu üçbucaq üçün də tangens alfa bərabərdir y-in 9 plus x-ə nisbəti. Bu da bərabərdir 2'də 1'ə. Buradan x'i 3 tapacağıq. Yəni 2x'ini y yazsaq, x'i 3 tapacağım, y isə 6 tapacağım və beləliklə bizdən soruşulur ki, A, D-ni tapın. A-D də əlbəttə ki 9 plus x-in kvadratı plus y kvadratıdır kök altında. Yəni kök altda 12'nin kvadratı plus 6'nın kvadratı. Bu da eləyəcəkdir əlbəttə ki 6 kök 5, yəni 180 eləyəcəkdir C variantı. 19-cu sualda bizim sınavımızda da bu tipli sual düşmüşdü. Yəni özüm olimpiyat hazırlıq qrupları üçün hazırladığım sınavda bu tipli sualı elə bu sualın eyniisi ilə qoymuşdum və səhv eləmirəmsə orada 2025-ci ildə soruşmuşdum. Əlbəttə ki biz n-in yerinə n plus 1 yazacağıq. Bir rekurrent münasibət tapacağıq. N ilə m. Əslində buradan da tapa bilərsiniz. N-i n plus 1 yazsaq 1 bölünsün n plus 1 olacaq 1 plus 2a1 nöqtə nöqtə olacaq n plus 1 a n plus 2 a n plus 1. Biz n-in yerinə n plus 1 yazdıq. Fikir verin, bizim sualımızda baxın bu hissəni verib bizə. Bu hissəni tapsaq, bu hissə n vurulsun a n plus 1'dir də, doğru mu? N vurulsun a n plus 1. Yerinə yazsaq a n plus 2 bərabərdir 1 böl n plus 1 vurulsun n vurulsun. İndi buradan a n plus 1'i mötərizə xaricinə çıxarsam olacaq n plus 2. Buradan da əlbəttə ki a n plus 2 bölünsün a n plus 1 ifadəsi 2'ye bərabərdir. Lakin burada əsas şərt bundan ibarətdir ki n burada 1'dən böyük qiymətlər üçün doğrudur. N'in 1'dən böyük qiymətləri üçün a3 böl a2 n yerinə 1 yazsaq 2'ye bərabərdir. a4 böl a3 bərabərdir 2'ye. Bu artıq homogen bir ardıcıllıqdır. Buradan sonra a2026 böl a2025 bərabərdir 2 olacaq. Tərəf-tərəfə bir-birinə vursaq görsənir ki burada qalacaq a2026 bölünsün a2 bərabərdir 2 üstü 2'dən 2025'e də 2024 dənə 2 var. A2'ni tapmağımız bəs eləyəcək. A2'ni tapmağımız üçün də verilmiş birinci ifadədə n-in yerinə 1 yazsaq a2 bərabərdir 1 böl 1 vurulsun 1 plus 2a1'dən 3 tapacaq a2'ni. A2 3 olduğu üçün a2026 bərabər olacaq 3 vur 2 üstü 2024. Doğru cavab C variantı. Bunu bildirsək silək bunu. Keçək 20-ci suala, sonuncu sualın izahını verək. Burada da rahat bir şeydir. DM AB-dir. DM AB-dir və DY 4'dür. DY 4'dür. KL 3'dür. Bunlar hamısı birbirine paraleldir. Eyni ilə paraleldir. DM de AB'ye paraleldir. Bu da buna paraleldir. Biz avtomatik yaza bilərik ki, oxşarlıqdan böyük M, DY üçbucağının oxşarlığından yaza bilərik ki, bura bir M'dir. Burada 3M'dir. Burada yaza bilərəm N, burada 4N. Üzrüm 3N yaza bilərəm. Bu oxşarlığa əsasən yazıla bilən şeydir. Yəni hansı üçbucağın oxşarlığı? Bu üçbucağın oxşarlığı ilə böyük bu üçbucağın oxşarlığını tətbiq eləsək bu nəticəni alacağıq. Daha sonra görsən ki DM AB bərabər olduğu üçün bura 4N olacaqdır. Daha sonra bu üçbucaqların oxşarlığından danışsaq görsənir ki bu üçbucaqlar oxşardır.
bunun qabağında 3 dayanıbsa və 3n 4n'dirsə, əlbəttə ki burada 4 olacaq da. Bu üçbucaqların oxşarlığıdır. Çox sadə bir şeydir. Demək buradan burada 4 olacaq. Daha sonra isə böyük ABC üçbucağına baxsaq, yenə oxşarlığı tətbiq edə bilərik. Əgər SK-ya bir x desək, heç SK-ya gərək yoxdur. Böyük BC-ni soruşmurmu? BC bir x desək, SK olacaq x minus 7. Oxşarlığı tətbiq eləyək. Böyük D SK üçbucağı oxşardır böyük ABC üçbucağından. Buradan sonra isə x'in x minus 7'ye nisbəti n'in 4n'e nisbətinə, daha doğrusu üzr istəyirəm, 4n'in n'e nisbətinə bərabər olacaqdır. Buradan x'i tapsa 28 bölünsün 3 olacaq. Doğru cavab A variantı. Final hazırlığımıza qoşulmaq üçün 050 854 77 18 nömrəsinə əlaqə saxlayıb qoşula bilərsiniz. Hər kəsə uğurlar arzulayıram.